Bismillah ve bizikri velillah. Esselamu aleyküm cemiyen ve rahmetullahi teala ve berekatuhu. Uzun bir zamandan sonra istedim sizinle bugün bir video paylaşım. Bugünkü videomuz bir nesep hakkındadır ki o nesebi Allah lanetlemiş. Allah subhanahu ve teala o nesep hakkında demiş. Eşşeceratul mel'une dedi ki ayede geçer. O bir neseptir ki, o bir nesildir ki, həqiqətən onlar məl'undular. Yəni nə? Allahın rəhmətindən uzaq düşmüşlər və Allah onları lənətləyib. Bugün Ramazan ayının 19-cu günüdür. Bugün Qədir gecəsinə təsadüf eləyir. Bildiyiniz kimi Qədir gecəsi 1000 aydan üstündür. Bu gecə gözəl qüsul alın. Bu gecə üçün gözəl əməllər edin, çoxlu dualar edin və Zovşan Kəbir duasını oxumağı da unutmayın. Deməli, İstəyirdim sizinlə paylaşım ki, hey bu minbərə çıxanlar deyir, Bəni Ümeyyə idi, filan kəs Əməvi idi, filan kəs Əməvilərdən idi və s. və s. Amma heç kəs demir ki, bu Əməvi kimdir, Bəni Ümeyyə kimdir və s. Bəni Ümeyyə kimdir? Bəni Ümeyyə müxtəlif alimlərin və müxtəlif tarixçilərin rəyinə əsasən əslən nədir? Haşimilərdən olmayıb. Yəni bəziləri çıxıb sizə deməsin ki, bu videodan sonraki Peyğəmbərin babalarının qardaşı. Yəni belə deyək də bir növ əmzadəsi və yaxud da əmsi oğlu olub. Bu məsələ, bu şübhə yalandır. Bugün onların törətdikləri qətil, onların niyə Allah tərəfindən lənətləndiyi və onların kimlərlə qohumluğu olduğunu sizlərə təqdim edəcəyik. Abu Qasim Kufi özünün İstiğasə kitabında Abdüşşəms İbni Abdümanaf və Haşim İbni Abdümanaf qardaş edir. Yəni bunlar Allah Rəsulünün babalarıdır. Haşim İbni Abdümanaf olub və onun da qardaşı Abdüşşəms olub. Və Abdüşşəms özünə Rumdan bir kölə, yəni bir qulam edinir və onu özünə nisbət eləyir. Və bu kölənin də, bu qulamın adı da Ümeyyə olur. Ümeyyə sonsuz, qısır bir şəxs olur ki, ondan sonra nəsli də elə özünə nisbət etdiyi kimi. Yəni, Ümeyyə İbni Abdüşşəms olur. Ona görə də bəziləri elə zənn eləyirlər ki, Ümeyyə əslində Peyğəmbərimizin əmzadəsi, yəni babaları qardaş olublar və o da babasının qardaşı oğlu olub. Bu səhv bir düşüncədir. Bunu heç bir tarixi kitablar isbat eləmir. Və heç bir rivayət kitablarımızda, şəcərə kitablarımızda da varid olmayıb. Və bu günə kimi də bu nəsil bu cürünə davam eləyib və Üməyyəni Abdüşşəmsə nisbət eləyiblər. Bu nisbət verilən Ümeyyə əslən Rumlulardan idi. Rumdan idi. Rumlu bir kölə idi. Və günümüzdə də təəssüflər olsun ki, bu şəxsi, yəni Üməyyəni Qureyşli kimi göstərmək istəyirlər. Niyə? Çünki Peyğəmbərin babaları Qureyşdən idi. Və Peyğəmbərin babalarının qardaşı da Qureyşdən olacaq. Sadəcə olaraq bu Rumlu bir kölə idi və günümüzdə də bu adamı bəziləri istəyirlər fəzilət olaraq bu şəxsi Üməyyəni Qureyşdə eləsin. Bu onu Qureyşdə eləməz. O Rumlu bir kölə idi və onların əsli də Rumdan idi. Növbəti dəlildə Cəvahirul Tarix kitabında Üməyyənin sonsuz olduğu qeyd olunur. Yəni o bir sonsuz idi və cahiliyyət dönəmində yaşayan bir şəxs idi ki, Abdüşşəms onu özünə övladlıq edilmişdi və özünə nisbət vermişdi və əsil deyildi. Və onun da bir köləsi vardı, yəni bir kölə vardı Rumdan, Zəkva adında və məşhur rəyədə əsasən Zəkva onun yoldaşı ilə cinsi əlaqə etmiş və onun nəsli də o sonsuz olduğu üçün Ümeyyə. Cahiliyyət dönəmində əgər araşdırsanız görərsiniz ki, insanların zövcələri digər bir naməhrəmlə kişidən zina edərdilər. Və bu çox bir məşhur bir, yəni necə deyim, adətə çevrilmişdi. Və Üməyyənin də yoldaşı Zəkvadan övladlar edinmişdi. Yəni onunla cinsi əlaqə etmiş, Zəkvadan da bir Rumlu şəxslə və ondan törəmiş uşaqları da yenə özünə nisbət eləmiş, elə zənn etmiş ki, öz uşaqları olublar. Yəni bunların bu növrələri belə zinadan əmələ gəlmişlər. Yəni bunların bu növrələri belə halal yolla yola gəlməmiş. Və bu Zəkvadan olan övladlarını
özünə elə zənn etmiş ki, bəlkə də bilirmiş, bəlkə də bilmirmiş, elə zənn edib ki, öz övladlarıdır. Necə ki, Həzrəti Əli əleyhissalam Muaviyə ilə məktublaşanda Muaviyəyə məktub yazır. Bu hadisə Nəhsül Bəlağədə də məşhurdur və digər hədislərdə də var. Hədisdə məktubunda daha doğrusu Həzrəti Əli əleyhissalam Muaviyəyə yazır ki, sən filansan, sən bu layiq deyilsən və s. Və orada bir qissə var. Və orada buyurur ki, sən elə zənn eləmə ki, sən əsilsən. Niyə? Çünki Muaviyə çox təkəbbürlü idi və Allahın rəhmətindən uzaq düşmüşdü. Və özünü daima nədir? Xəlifəliyə adamış və o onu mənimsəmişdir, o xilafəti mənimsəmişdir. Həzrət Əli əleyhissalam orada gözəl bir məktubunda belə Muaviyə belə isnad eləyərək belə deyir. Deyir ki, ey Muaviyə, sən elə zənn edirsən ki, sən həqiqi bu nəsildənsən. Mən özüm əsil həqiqi Haşimilərdənəm. Peyğəmbərin babaları Haşimlər, Manaflar. Mən onlardanam, amma sən nədir? Bizdən deyilsən. Sən bu nəsilə yapışdırmasan. Yəni sən bu nəsilə artırılmasan, amma əsil deyilsən. Həzrət Əli əleyhissalam da istəyirdi bunu qeyd eləsin öz məktubunda ki, ey Muaviyə, sənin baban Ümeyyə bir kölə olub və sən bizdən deyilsən, sən bizə nisbət olunansan. Bu məşhur hadisə nədir? Nəhsül Bəlağədə keçir. Bununla artıq biz Ümeyyənin təqribən kim olduğunu bildik. Bir Rumlu bir kölə idi. Bəzilər deyirlər o qısır idi, sonsuz idi. Zəkvadan övladlar edinmişdi. Muaviyə də Səxr ibn Hərb, yəni Əbu Sufyan nəsl adı. Əbu Sufyan da Yezid də onun nəslindən idi və həmçinin Osman da. Bunların artıq belə də hegemonluğu, bunların xəlifəliyi 41-ci ildən bünövrə tapır. 41-ci ildə artıq Əməvilərin dövləti qurulur. Artıq bunlar yerə sağlam basırlar. Heç kəs deməsin ki, bunlar İslam adına İslam dövləti qururlar və ya İslamın xəlifəsi, Allahın xəlifəsi olur. Xeyr, bunlar Əməvilərin və öz dinlərini, axirətlərini dünyəvi məsələlərə satmış insanlar tərəfindən dəstəklənmiş dövlət qururlar. Və son 132-ci ilə qədər ta Mərvanul Həmmarın vaxtına qədər davam edir. Yəni sonuncu xəlifələri bunların Mərvanul Həmmar olur. Əvvəlinci xəlifələri nədir? Artıq nədir? Muaviyə olur. Həm Şiə, həm Sünni kitablarında qəbul olunmuşdur və qəbul edilmişdir ki, bu Şəcərətül Məlunə ki, Quranda gəlir, o nəsəb, o nəsil ki, lənətlənib, o nəsil Əbu Sufyanın, yəni Əməvilərdir, Üməyyənin nəslidir. Bunlar gözlərini açandan ta xilafətə gələnə qədər Peyğəmbərlə dəfələrlə hərbə, müharibə etmiş, Peyğəmbərə dəfələrlə zülm etmiş, onun abu əyalına və əhli beytinə də həmçinin zülm etmiş və qan tökmüşlər. Bugün biz digər kanallarda görürük ki, Muaviyə haqqında nəsə həqiqi bir hədislər paylaşıldığı zaman bu bəzi ortaya düşmüş Ümeyyə kimi əsil olmayan şəxslər, özünə müsəlman deyən şəxslər başlayırlar Muaviyə haqqında rəy bölmələrində şərh yazmaya ki, misal, Peyğəmbərin Muaviyə haqqında hədisləri var. Onlardan biri budur ki, Peyğəmbər buyurur ki, əgər Muaviyyəni minbərimin üzərində görsəniz, onu öldürün, əmr eləyir. Bu hədisi biz paylaşanda təəssüflər olsun ki, onlar təcili olaraq rəydə belə yazırlar. Məgər Peyğəmbər Muaviyyədən qabaq dünyasını dəyişməmişdirmi? O necə deyə bilər axı o sözü? Və yaxud da digər bir hədisdə məşhurdur Əhl-i Sünnə və Şiə tərəfindən bayaq qeyd edildiyim hədisdə həmçinin məşhurdur iki məzhəb arasında ki, Peyğəmbər buyurur ki, Muaviyyə millətim olaraq ölməyəcək. Yəni qeyri-İslam dinində. Yəni gün gələcək Muaviyyə vəfat eləyəcək və o mənim dinim İslamda ölməyəcək. Yəni başqa bir dində olacaq. Bu hədisləri qardaşlar paylaşanda biz görürük ki, rəylərində yazırlar ki, məgər Peyğəmbər hardan bilirdi ki, o İslamda öləcək, ya Məsihi olub öləcək, ya Yahudi olub öləcək. Görün bu insanlar nə qədər də cılızdılar. Görün bu insanlar nə qədər də
cahildilər ki, məgər bilmirlər ki, Peyğəmbər Allahın izni ilə qeyb elmini bilir. Hər böyük bir xəbərləri, minlərlə il əvvəl, özündən əvvəl olan Peyğəmbərlərdən qissələri məgər Peyğəmbər vəhiy eləmədimi? Məgər Peyğəmbər ən böyük xəbəri, ən böyük müjdəni verən şəxs olmadımı? Məgər onun haqqında deyilmədimi ki, o öz nəfsindən heç nə danışmır? Və ma yantiqu anil hava in huwa illa vahyu yuha. O yalnız ona vəhiy olunanı deyir. Çünki bir qardaş var, onun gözəl bir söz var idi. O deyir ki, əgər bir şəxs dinini tülküdən öyrənsə, cücə oğurlamağı nədir? Mübah və halal bilər. Ona görə də bəzi insanlar dinlərini tülkülərdən öyrəniblər və elə bilirlər ki, bu cücə oğurlamaq onlar üçün halaldır. Xeyr qardaşlar, biz dinimizi Allahın aslanından öyrənməliyik. Biz dinimizi əsil kişilərdən öyrənməliyik. Biz dinimizi məsumlardan öyrənməliyik. Ona görə də bizim məsumlarımız, Peyğəmbərimiz və onun əhl-i beyti bizə çatdırır ki, nədir? Bunlar lənətə gəlmiş bir nəsəbdir. Bunlar qan töküblər və bunların fəsadları hələ günümüzə qədər də davam eləyir. Hansı fəsaddır? O toxum ki, bu günlərdə artıq düzəlməyə başlayır. Hansı toxumdur? Məsələn, bu gün Suriyada Ələvilərə olunan zülüm. Suriyada minlərlə Ələvini öldürürlər, ailələrini qarət eləyirlər, başlarının hicablarını çıxardırlar, hər üslubda insan öldürürlər, baş kəsirlər, doğrayırlar, qanları tökürlər. Məcə Peyğəmbər, sual verirəm, ey özünə Peyğəmbər ümməti deyən şəxs, məcə Peyğəmbər bu işləri görübbü? Məcə Peyğəmbər kiminsə də başını kəsməyə, nəinki kəsmək, başının kəsilməsinə əmr eləyibbi? Məcər Peyğəmbər kiminsə də qanının tökülməsini əmr eləyibbi? Xeyr. Peyğəmbər və ma ərsəlnəkə illə rəhmətən lil aləmin. Peyğəmbər rəhməti idi. Hər bir aləmdə aləmlərin ən üstünü və aləmlərin ən rəhmətlisi Peyğəmbər idi. İndi inşallah mən Peyğəmbərdən bir hədis qeyd edəcəm. Bu lənətlənmiş nəsəb haqqında. Peyğəmbər bir yuxu görür. Yenə də ən məşhur hədislərdəndir. Peyğəmbər yuxusunda görür ki, meymunlar onun minbərinin üzərinə sıçrayırlar və meymunlar onun minbərini təhqir edirlər. Yəni üzərində oynayırlar, üzərindən hoppanırlar, üzərindən sıçrayırlar və s. Və soruşulanda ki, bu yuxu yozumu nədir? Peyğəmbər buyurdu ki, nədir? Bu meymunlar, bu mənim minbərimə daraşanlar məsələ Üməyyədir. Lənətlənmiş nəsildir ki, məndən sonra mənim minbərimə çıxacaq və oradan fitnə fəsadı yayacaqlar İslamın adından. Necə ki, Yezid, Allah ona rəhm eləməsin, o etdi, necə ki, Muaviyyə etdi və s. Baxın, Peyğəmbər öz qısa müddətli ömründə, 23 illik Peyğəmbərlik müddətində gələcək haqqında çox məlumat verdi və gələcək haqqında çox əmrlər elədi, ən xüsusən də bu sahabələrə. Baxın, onlardan biri Muaviyyənin necə minbərə çıxmasını görsəniz, onu öldürün. Bu hədisi eşitdilər sahabələr, amma əməl eləmədilər. Niyə? Çünki axirətlərini pula satmışdılar. Peyğəmbər digər əmrlərindən də biri nədir? İsnədi, yəni səhih olan hədislərdə də varid olmuşdur, Şiə və Sünni tərəfindən həmçinin. Peyğəmbər dedi, oğlum Hüseyni Kərbalada qətlə yetirəcəklər. O qətlə şahid olan, o qətli dərk eləyənlər, yəni qətlə qədər yaşaya bilən sahabələr buna icazə verməsinlər və İmam Hüseyn əleyhissalamın nədir? Yanında, oğlum Hüseynin yanında olsunlar. Kim qulaq asdı Peyğəmbərə? Heç kəs qulaq asmadı. Peyğəmbər Qədirxumda dedi, mənim nəfsim Əlidir. Mən kimə nəyəmsə o da odur. Məndən sonra mənim can işinim odur. Kim qulaq asdı Həzrət Əliyə? Kim qulaq asdı Peyğəmbərin bu vəsiyyətinə? Ona görə də bu lənətlənmiş nəsəb, bu lənətlənmiş insanlar daima Peyğəmbərin nədir vəsiyyətinin qarşısını aldılar. Əllamə Məclisi Rızvanullahi Teala aleyh özünün bir Havlən var kitabında Əlif Ləm Mim Qulbətə Rum ayəsi haqqında, Rum surəsi haqqında təfsir eləyir. Əlif Ləm Mim Rumlular məğlub oldular ayəsinin təfsirində İmam Sadiq və İmam Baqir əleyhissalamdan da təfsirlərində, hədislərində belə buyurulur ki, bu ayə Zeyd ibn Muhammed haqqında nazil olub. Orada Rumlulardan qəsd
elə Ümeyyə idi. Niyə? Çünki biz başda dedik axı, Üməyyənin mənşəyi Rumlu bir kölə idi. Və Rumlular məğlub oldular. Yəni ey Sufyanilər, yəni Ümeyyə, Əməvilər məğlub oldular. Bu ayə barəsində imamlarımız təfsir edirlər ki, bu ayə Osman və Muaviyyənin nəsəbini ortaya qoyur. Və bu ayə nazil olduğu zaman imamlarımız onların Əməvilər haqqında danışdılar. O lənətə gəlmiş nəsil haqqında danışırlar və onların xilafəti qəsb eləməsi, onların xilafətə yaraşmadıqlarını və onların İslamdan uzaq olduqlarını qeyd eləmişlər. Və həmçinin də bu barədə Peyğəmbərimiz buyurmuşdur. Bu barədə İbn Əbil Hədid Nəhcül Bələğənin 15-ci cildinin şərhində Bəni Üməyyədən Bəni Haşimi müqayisə eləyir və mübahisəsində çox geniş şəkildə orada Bəni Üməyyənin eyblərini ortaya çıxardır. Yəni bunlar nə etdilər, nə dərəcədə səhvləri etdilər. Bunların eyblərini ortaya çıxır sadəcə olaraq məqsəddən yayınmaması üçün, kitabın məqsəddən yayınmaması üçün çox şeyləri hələ də olsun orada gətirmir. Amma orada siz görsəniz, araşdırsanız, baxarsınız ki, orada Bəni Ümeyyə ilə Bəni Haşim müqayisədə Bəni Ümeyyə həqiqətən də lənətlənmişdir. Niyə? İnşallah bunu qeyd eləyəcəm. Biz artıq bildik ki, bu lənətlənmiş nəsəb həqiqətən çox təhlükəli və fəsadı yayan bir nəsəb idi. Siz əgər baxsanız, görərsiniz ki, Əbu Sufyan ömrü boyu Peyğəmbərə qarşı müharibə etmişdir. 3 böyük müharibədə Peyğəmbərə qarşı müharibə etdi və Peyğəmbəri öldürmək istədi. Və artıq Məkkə fəth olunanda məcbur qaldı təslim olmağa. İslam qəbul etmirdi, məcbur qaldı təslim olmağa. İnsanlar ona çox qəzəbli idi. Siz təsəvvür edin, onun yoldaşı Hind binti Utbə. Hind təsəvvür edin, Akilətul Əqbad adından məşhurdur. Yəni nə? Ciyərləri yeyən. O Ühud döyüşündə Peyğəmbərin Seyyid-i Şühəda, şəhidlərin Seyyidi adı ləqəbi ilə məşhur olan Peyğəmbərin əmisi Həmzənin sinəsini soydurdu və ciyərini çıxartdı və yedi. Bu qadın digər başqa bir fəhş məsələlərdən də məşhurdur. Yəni siz baxın, bunlar ömür boyu Peyğəmbərə qarşı döyüşdülər. Onların oğlu Muaviyyə Həzrət Əli əleyhissalama qarşı düşmən kəsildi. İmam Həsənə qarşı düşmən kəsildi. Hər cür hiləyə yol atdı. Hər cür İslam şəraitini, İslamı zəiflətdi. Hər cür İslamı pis təbliğ elədi. Hər cür İslamı gözdən saldı. O da bitmədi, onun oğlu gəldi Yezid. İmam Hüseyni və ailəsini qətl elədi. Əsir götürdü. Məkkəni əsir götürdü. 3 il Məkkəni əsir etdi. Oradakı qadınların namusunu halal bildi, mübah bildi. O Məkkəni məncanaqla vurdu. Baxın, bunların hamısı nədir? Peyğəmbərin sözünə gəlir, qayıdır. Necə ki, Peyğəmbər buyurur, onlar lənətlənmiş bir nəsəbdilər və ləkədirlər. Böyük bir ləkədirlər ki, İslamı elə onlar istəsə, onların dilindən aradan aparılacaq. Bugün biz baxırıq, görürük, onların davamçıları da heç yerdə qalmır. Onları sevənlər də, onlar ki, deyirlər, Allah onlardan da razı olsun, bundan da razı olsun. Deyənlər də heç onlardan geri qalmırlar. Baxın, bugün baş verən hadisələrə, hətta özlərinin məşhur qasidələri var. Biz necə ki, özümüzün qasidələrimiz var, biz necə ki, özümüzün mərsiyələrimiz var, imamlar haqqında, məsumlar haqqında, onların da var. Məsələn, onların bir qasidələri var, orada deyir ki, məsələn, Bəni Ümeyyə asluhum zəhəb. Bəni Ümeyyə əsilluhum, yəni onların əsilləri qızıldır. Yəni bu nə deməkdir? Bunlar öz dillərindən nədir? Etiraf edirlər ki, biz Ümeyyə tərəfdarlarıyıq, onlar qızıldılar və onlar çox düzgün şəkildə İslam təbliğ ediblər. Amma biz görürük ki, heç də kitablar bunu demir. Heç də əhl-i sünnət alimləri bunu demir. Heç şiə alimləri bunu demir. Onlar Peyğəmbərin dediyi kimi İslama böyük bir ləkə olmuş, onlar qızıl deyirlər. İslamın qızılı, əsli Bəni Haşimdir, Həsəndir, Hüseyndir. Cənnətin cavanlarının ağalarıdır, Həzrət Əlidir, Qasimül Cənnəti və Nar, cənnəti cəhənnəmi ayıran. Ya Əli səni yalnız münafiq sevməz və səni yalnız mömin sevər. Bu hədis kimin haqqında nazil olunub?
Onlar haqqında Həzrət Əli əleyhissalamın fəzilətinin 1% onlar haqqında varmı? Yoxdur. Siz təsəvvür edin. Sadəcə olaraq bir dənə hədisləri var əllərində. Onu da düzgün şəkildə istifadə edə bilmirlər ki, 10 nəfər var ki, onlar cənnətlə müjdələnmişdir. Amma biz baxırıq, görürük bu 10 nəfər kimlərdir bu 10 nəfər? Mən fərz eləyək ki, Osmandır. Onların dediyi kimi 3-cü xəlifə. Zubeyrdir. Məsələn, Təlhədir. Biz baxırıq, görürük ki, onların bu 10 nəfər ki, bir-birlərlə müjdələnmişlər, 10 nəfər cənnətlə müjdələnmişlər. Onların hər biri bir-birlərinə qarşı nədir? Döyüşmüşlər, müharibə eləmişlər, bir-birlərini öldürmək istəmişlər. İndi sual, bunlar ki, bir-birlərini öldürürlər, Allah Quranda buyurur, bir mömin digər mömini haqsız şəkildə öldürsə, aqibəti nə olar? Bunların aqibəti nədir? Əgər bunlar cənnətlə müjdələnmişlər. Bunlar yalandır, bunlar nədir? Xurafatlardır. Tarixçilərin şeyxi, Şeyxu Tavarix, Şafii məzhəbinin böyük imamlarından olan, böyük şeyxi olan və həmçinin də Əhl-i Sünnətin də böyük alimlərindən olan Taqiyuddin Əl-Maqanizi bu Əməvilərin cinayətləri haqqında yazır öz kitabında. Gəlin baxayın görəyin öz kitabında bu adam çox qədim böyük alimlərdəndir və Əməvilər nə tür bir cinayət etdilər o barədə bu adamın hədislərinə baxayıq. Deməli, Taqiyuddin özünün kitabında bu Əməvilərin cinayətləri barəsində bir bab açır. Orada danışır ki, günümüzdə bəziləri, bəzi dinlə özünü müsəlman deyən müvahidlər dediklərinin xilafına danışır. Biz Əbu Sufyanın Peyğəmbərə necə ədavət bəslədiyini bilirik. O, Peyğəmbərlə döyüşər, onun üzərinə qoşun çəkər, müşrikləri onun üzərinə salardı. Onun necə müsəlman olduğunu və necə xilas olduğunu bilirik. O məhz Abbasın əli ilə müsəlman olmuşdur. Cəmaatın onu öldürməsinə imkan verməyən şəxs məhz Abbas idir. O, Əbu Sufyanın mininin tərkinə Peyğəmbərin onu və o övladlarını bağışlanmasını istəmişdir. Yəni Abbas, Peyğəmbərin əmsi, bu artıq Məkkə ki fəth olundu. İnsanlar istədi Əbu Sufyanı öldürsün. Niyə? Çünki bu adam 3 müharibədə Peyğəmbərə qarşı döyüşmüşdü və Peyğəmbəri öldürmək istəmişdi və artıq Allah onlara nəsr verdi, Allah onlara kömək elədi və onlar müharibədən qalib ayrıldılar və Məkkəni ələ aldılar. Artıq bu insanlar istədilər Əbu Sufyanı bir dəfəli yaradan aparsınlar, Abbas icazə vermədi. Abbas onu götürdü və gətirdi Peyğəmbərin yanına və əmannamə istədi. Dedi ki, bu adam bağışla və övladlarını bağışla. O qeyd elədiyimiz kimi Əbu Sufyanı, onun əmsi nədir? Abbas Peyğəmbərin yanına gətirir və ondan Peyğəmbərdən Əbu Sufyan üçün, əsl adı Səxr ibn Hərb üçün, daha doğrusu əmannamə istəyir. İstəyir ki, bunu bağışlasın, Əbu Sufyanı bağışlasın və onun övladlarını da həmçinin bağışlasın. Peyğəmbər də bildiyimiz kimi Allah Quranda buyurur: "Və ma arsalnaka illə rahmeten lil alamin." Onu aləmlərə rəhmət olaraq göndərdi. Rəhmət olan Peyğəmbər, Abbas da onun Peyğəmbərin əmsi, onun mərhəmətli olduğunu bilirdi və gətirir ki, Əbu Sufyanı bağışlatsın, onun övladlarını bağışlatsın ki, ta bunlar müsəlman kimi yaşaya bilsin ki, bu düşmənçilik, bu Əməvilərlə Haşimilərin düşmənçiliyi sona yetsin. Onun da müqabilində gəlin baxağın görəyin, Əbu Sufyanın övladları bu yaxşılığın, bu mərhəmətin qarşılığında öz borcları necə ödədilər? Taqiyuddin Şafii alimi qeyd elədiyimiz kimi tarixçilərin şeyxi, Şeyxu Tavarix qeyd eləyir ki, onlar Həzrət Əli əleyhissalam ilə bunun müqabilində ki, Peyğəmbər onları bağışladı, onlar Əli əleyhissalam ilə müharibə apardılar. İmam Həsən əleyhissalamı zəhərlədilər. İmam Hüseyin əleyhissalamı qətlə yetirdilər. İndi siz baxarsınız bugün bu özlərini müsəlman deyən, müvahid deyən, la ilahə illallah deyib sabahdan axşama kimi Allahı zikr eləyənlər nə deyirlər? Deyirlər ki, məsələn, şiələri öldürdü İmam Hüseyin əleyhissalam, Küfə əhli öldürdü. Deyib bax, sənin əhl-i sünnət alimin,
Səndən də qabaq. Demirsən sələfəm. Bu səndən də sələfdir. Peyğəmbərə daha yaxın bir ildə yaşamış bir alimdir. Bu adam nə deyir? Bu adam deyir ki, Əməvilər qətlə yetirdi İmam Hüseyin əleyhissalamı. Həzrət Əli əleyhissalama qarşı döyüşlə İmam Həsən əleyhissalamı zəhərlədilər. Bununla yetmir. Bununla kifayətlənmir. Gəlin baxayın, görəyin sonradan nə zikr edir. Buyurur ki, İmam Hüseyin əleyhissalamı qətlə yetirdilər. Onun ailəsini əsir götürdülər və qadınlarını ki, əsir götürdülər, qolları, başları açıq şəkildə miniyin, dəvələrin üstünə mindirdilər və Şama tərəf yola saldılar. İndi sual yaranır ki, bu hansı İslamdır? Məgər alimlərə rəhmət olan Peyğəmbərimiz əmr eləyib ha baxsa da kimisə başını kəssinlər. Kimisə başını kəsibbi. Kimisə da hicabını, hansısa bir qadının hicabını və hicab namuslu deyirik, hansısa da qadının hicabını zorla başına çıxardıbbi. Sənin bu xəlifə dediyin, sənin bu sələf dediyin, İslam müvahid dediklərin ki, onlara axşama kimi deyəsən, radiyallahu anhu arda, Allah onlardan razı olsun. Bu şəxslər Əhl-i Beyt əleyhimussalamı qətlə yetirdilər. Əhl-i Beyt əleyhimussalamın namuslarına dil uzatdılar, onların hicablarını çıxartdılar. Və sən də bugün bunları əgər müdafiə eləyirsənsə, sən get bax əqidənə. Sən əqidəni bizim Peyğəmbərdən deyirlər, başqa Yahudilərdən öyrənmirsən. Sənin hədislərin bizim Peyğəmbərdən deyil, Yahudilərdəndir. Ona görə də gəlin davam eləyən görəyin davamında nə deyir? Buyurur ki, Zeynəl Abidinə gəlir sıra. Əsir götürdükdən sonra İmam Zeynəl Abidin əleyhissalama həddi buluğa çatıb çatmamağını müəyyənləşdirmək üçün eyni ilə hərb yolunu istifadə elədilər. Yəni nə? Müşriklər müharibə zamanı İslama, yəni İslam dövlətinə daxil olduqda belə bir qayda var idi ki, onun həddi buluğa çatıb çatmamasını, yəni öldürəkmi, öldürməyəkmi, iki sual arasında qalanda gərək təyin eləyərdilər o həddi buluğa çatıb ya yox, yəni uşaqdır ya yox. Onlar baxardılar onun övrətinə, zorla da olsa elə təşxis eləyərdilər. İmam Zeynəl Abidin aleyhisselamın zorla övrətini açdılar. Övrət yerini zorla açdılar və təşxis elədilər görək bu həddi buluğa çatıb ya yox. Təqiyyüddin deyir bunu. Özünün nədir? Tarixçilərin şeyxi Təqiyyüddin özünün Əməvilərin cinayətləri kitabında deyir bunu. Davamında deyir ki, Zeynəl Abidin əleyhissalamın ki, başına bu xoşa gəlməz hadisəni elədilər zorla. Müşrikləri, necə ki, müşriklərə bu qayda müşriklərin üzərində istihdam olunurdu. Muaviyə səhabə Büsr ibn Ərtəni Yemənə göndərdi. Büsr ibn Ərtə səhabə idi. Onu Yemənə göndərdi çünki Yəməndə Həzrət Əli əleyhissalamın valisi var idi. Həzrət Əli əleyhissalamın valisini qətlə yetirdi. Bununla yetinmədi. Onun 2 dənə həddi buluğa çatmayan övladını nədir? Qətlə yetirdi. Bunu kim elədi? Kim elədi bunu sual? Bax bunların hamısını Yezid elədi. Kəbəni mancanaqla vurdu. 3 gün əsir tutdu Kəbəni. Oradakı qadınları, uşaqları mübah elədi. Oradakı qadınlara təcavüzkarcasına təcavüzlər edilədi. Bunların aralarında səhabələr də var idi. Həddini aşmış, azmış, dindən çıxmış, mürtəd olmuş insanlar da var idi. Cəmaatın qanını, malını təsərrüf elədilər öz mallarıymış kimi. Bax, budur azğın toplum. Bunların yolunu gedən də zaten bunlardan olar. Baxın Suriyada, Suriyada baş verən hadisələrə, yeni inqilabçılara baxın. Yeni barmaqlarını, işarə barmaqlarını qaldırdılar göyün bir qatına. La ilahə illallah deyirlər. Biz Əməviyik deyirlər, fəxr eləyirik. Bəli, gəldi deyirlər. Yezidin, Muaviyyənin nəvələri gəldi. Biz yenidən dövlət qurduq. Ələviləri gətirə getirirlər. Onların qanlarını, namuslarını öz ayalarını ayaqları altına atdılar. Bax, bunlardır davamçılar. Ona görə də Həzrət Əli əleyhissalam başqa bir hədisdə çox gözəl qeyd eləyir. Buyurur ki, Bəni Ümeyyə nəsəbi sağlam olmayan, əlavə olunmuş bir tayfadır. Və onlar Əbdümənafa düzgün şəkildə aid deyirlər. Yəni, necə yəni düzgün şəkildə aid deyirlər Əbdülmənafa? Niyə? Çünki o, Rumlu bir qulam idi, nökər idi. Onu
öz oğulluğuna götürdü, özünə mənsub elədi və cəmaət elə bildi ki, o Qureyşdəndir, Peyğəmbərin babalarındandır, Peyğəmbərdən qohumluğu var və s. və s. Bu gün də siz zaten sosial şəbəkələrdə yazsanız, deyəcəklər, Əbu Sufyanın belə fəzilətləri var idi, bir halda ki, Quran, Allah onu lənətləyib. Muaviyyənin belə bir fəziləti var, Həzrət Əli əleyhissalamla döyüşdü, minlərlə sahabə qırıldı. Unutmayın, hədis səhihdir, öz kitablarındadır. Əmmar Yasir haqqındadır. Peyğəmbər nə buyurur Əmmar Yasirə? Dedi, ya Əmmar. Bu hədisdə dəlillərdən biridir ki, onların necə bir lənətlənmiş olduqlarına dəlalət edir. Peyğəmbər dedi, ya Əmmar, sətəqtülük hərfiyyətül bağiyyə. Səni elə bir toplum öldürəcək ki, elə bir şəxsləri öldürəcək ki, onlar həqiqətən həddi aşmış, azğın olacaqlar. Səni öldürdükdə onlar daxil olacaqlar cəhənnəmə, amma sən daxil olasan cənnətə. Və səni öldürənlər cəhənnəm əhlidirlər. Nə gözəl buyurur Peyğəmbərimiz. Səhih rəvayət hədisi məzmunu bu cürdür. Bu artıq nəyə dəlalət eləyir? Bu artıq ona dəlalət eləyir ki, nədir? Bunlar lənətlənmişdilər. Atası da lənətlənib, özü də lənətlənib və bu mənşə lənətlənib. Necə ki, məktublarından Həzrət Əli əleyhissalamla Muaviyyənin lənətullahın məktublarından biz bunu anlayırıq ki, bu iki şəxs məktublaşanda Muaviyyə nə qədər özünü istəyir şərafətli görsətsə də Peyğəmbərdən olduğunu, filan olduğunu Həzrət Əli əleyhissalam məktublarında nə buyurur? Deyir, sən əsil döysən, həqiqət döysən. Maraqlısı da nədir? Muaviyyə Həzrət Əli əleyhissalam sözünü inkar eləyə bilmir. Niyə? Çünki bilir ki, Həzrət Əli çox ələmdir. Sən kimsən axı Həzrət Əli əleyhissalam qarşısında qalxıb nəsə deyə bilərsən? Heç bir şey deyə bilməzsən. Çünki sənin əslin yoxdur. Sənin nəslin lənətlənmişdir. Sən İslamı, Beytulmalı gücləndirən deyilsən. Sən Beytulmalı İslamı zəiflədənsən. Sən Yahudiləri gücləndirənsən. Və sənin fəsadın bu günə qədər də davam eləyir. Ona görə də baxmayaraq ki, bu nəsil Əbu Sufyan, Muaviyyə, Yezid və onun ardıcılları Əməvilər ki, Əhl-i Beyt əleyhissalamın qanını tökdülər, onları əsir aldılar, qadınlarına zülm elədilər. Gəlin baxayın görəyin Əbul Abbas Əhməd Əl-Qurtubi Əl-Mufhim kitabında Əhl-i Sünnətin böyük alimlərindən, qədim alimlərindən öz kitabında nə gətirir? Deyir ki, buna baxmayaraq ki, Bəni Ümeyyə bu haqlarını, böyük hissəsini haqq etmirdilər, zülm eləyirdilər. Əhl-i Beytin üzvlərinin qanlarını tökdülər. Qadınlarını əsir etdilər. Uşaqlarını əsir etdilər. Üzvlərini, evlərini xarabaya qoydular. Şərafətlərini və fəzilətlərini inkar etdilər. Onlara söyməyi, məsələ buradadır, indi diqqət edin. Onları söyməyi mübah etdilər. Yəni Əhl-i Beyt əleyhissalam Allahın ən kəramətli və fəzilətli nəsəbidir. Ən kəramətli, ən belə deyək, şərafətli nəsil Peyğəmbərin nəslidir. Bəni Haşim nəslidir. Xanım Fatimədir, Həzrəti Əlidir, Həsəni və Hüseyn və 9 imam. Bunların hamısı ən üstün şərafəti və İmam Mehdi də onlardandır. Gəlir deyir ki, nə? Gör bunlar lənətlənmiş nəsəb və lənətlənmiş o, özünə müsəlman deyən şəxslər ki, bir ki, yağlı sözə inanmışdılar. Deyir ki, Peyğəmbərin Əhl-i Beytinə lənət deməyi nədir? Mübah eləmişdilər. Söyməyi daha doğrusu mübah eləmişdilər. Sonra deyir ki, söyməyi mübah etdilər və lənət edirdilər. Və sən deyirdin, şiə dini lənət dinidir. Və siz deyirdiniz, lənət İslamdan deyil, lənət oxumaq olmaz. Bəs nə oldu? Alimin belə demir. Əsrlərlə, illərlə Əhl-i Beyti lənət oxudular. Beləcə Allahın Rəsulunun sallallahu aleyhi və səlləm vəsiyyətinə nədir? Xilaf çıxdılar. Allahu Ekber. İndi bu dəlillərdən, bu tarixdən sən nəyə çatmaq istəyirsən? Kimə çatmaq istəyirsən? Bugün biz baxırıq ki, bəzi müxtəlif qondarma cərəyanlar, bəziləri özlərini mülayim görsətsələr də, bəziləri özlərini daha da sünnəyə əməl eləyən görsətsələr də, hamısının bir dənə hədəfi var.
O da İslamı zəiflətmək, Əhl-i Beyti gözdən salmaq, Əhl-i Beytin kəramətini, fəzilətini aradına aparmaq və kəraməti olmayan, fəziləti olmayan şəxsləri nədir? Fəzilət diləmək. Məsələn, Peyğəmbər sallallahu aleyhi və səlləmin evlilikləri. Peyğəmbər sallallahu aleyhi və səlləm evliliklərinin əksəriyyəti siyasi idi. Öz qızlarını ən böyük düşməni olan əmsi Əbu Ləhəbə verdi. 2 qızı var idi, Ümmü Kulsum və Zeynəb adında. Onları kimə verdi? Əbu Ləhəbin 2 oğluna verdi. Niyə? Düşmənçilik biraz yumşalsın, qohumlu əlaqələr olsun. Əbu Sufyanın qızını, Ramlə binti Sufyanı niyə aldı? Niyə evləndi o xanımla? Ki bu düşmənçilik biraz yumşalsın. Ona görə də bunları başa düşmək üçün çox da elə filosof olmaya ehtiyac yoxdur. Sadəcə olaraq cahiliyyət dönəmini tanımaq lazımdır, bir də İslamı tanımaq lazımdır. Bu günlük bu qədər. Bu gün Qədr gecəsidir. Allahdan məğfirət diləyək və bu Qədr gecəsində İslamın düşmənlərinə lənət oxuyaq. Bu gün o vilayət ki, hal-hazırda düşmənlərin qarşısında sipər kimi dayanıb, Allah o vilayəti daim eləsin. Qiyamətə qədər bayrağı İmam Mehdi əleyhissalama verməkdə onlara müvəffəqiyyət versin. Allah möminləri qorusun və Allah o möminlər ki, özlərini Allah düşmənlərinə kömək kimi göstərirlər və deyirlər biz möminik. Allah ondan da razı olsun, bundan da razı olsun. Allah onlara nədir? Müvəffəqiyyət verməsin və öz rəhmətindən uzaq salsın. Amin. Ya Rabbil Alemin. Esselamu Aleyküm və Rahmetullahi Teala və Barakatuhu.